Herkes salamlayıram kanalımda ve yeni bir vloga başlayıram. Hal-hazırda 6-cı gündür kızlar və 5-ci günləri özümə icazə verirəm ki, heç nə etməyim, çünki 6-cı gün durub bunları hamısını edə bilərəm. Amma həftə boyu hər gün bunları hər axşam təmizləyirəm və kuxnam səliqəli olur. Mütləq və mütləq belə olur, çünki səhər mən durub işə qaçıram, uşaqlar da hərəsi öz işi ilə məşğul olur və evdə heç kəs olmadığından bunları yığışdırmağa, sonradan köməkli etməyə bir insan olmadığından belə qalmır. Amma sırf 5-ci günləri özümə icazə verirəm ki, biraz istirahət edim. Ona görə də gördüyünüz kimi kuxna bugündədir və qablar hamısı qalıb. İndi isə mən onları biraz yaxalayıram ki və istəyirəm bunları qabayan maşına yükləyim və maşını qoşum. Evdəkilər hələ yatıblar. Ona görə də mən buranı tez-tez istəyirəm yığışdırım. Səhər yeməyinəcən buranı səliqəyə salım və ailəm üçün səhər yeməyi hazırlayım. Mən isə sonuncu vaxtları ən sevdiyim Faberlikin kuxna üçün olan vasitəsilə istəyirəm hər yeri silim və təmizləyim. Qaz peçini siləndən sonra indi isə istəyirəm ki, uşaqlara biraz manna qarşı bişirim. Qarşı bişənəcən isə mən vaxtımı itirmədən istəyirəm bu rakovinini həmişəki kimi domestosla biraz təmizləyim. Artıq qaşı bişdi, indi isə onu qablara çıxardıram. Kuxnam isə tərtəmiz oldu və deyim ki sizə qızlar, birinci dəfədən qaşı alınmadı, çünki süd kəsildi. İndi sizə göstərəcəm. Burada nə alındı və qaşanı ikinci dəfədən bişirmişdim. Və bacım qızı gəldi bizə və balqabaq gətirdi və mən də düşündüm ki,
Bunu belə doğrayıb yarısını qoyun marasilkaya və hal-hazırda günorta üçün gözəl bir plov bişirin. Plov çox dadlı olmuşdu. Hamımız yedik və gördüyünüz kimi bir damcı qalıb. Və qızlar, bugün 6-cı gün olduğundan Emillə düşmüşdüm biraz gəzim və qaydanda yolda mağazinə girdim və bugün paltarlar üçün belə bir yeni gel aldım. Paraşok, həmişəki kimi tualet kağızı, Sleepy nəm salfetkaları aldım və ABC-nin belə deməli parfümünü paltara qatmaq üçün, paltar yuyanı atmaq üçün. Və bu qulaq çöpləri, bunu işimə almışam. Bu mənim işimdə mənə həmişə lazımdır. Ona görə belə böyük ölçüdə aldım. Və bir də belə bir orqanayzer aldım. Bundan bizdə var idi. Yeni birini aldım hamam üçün. Çünki orada tezə alınan bir şeylər var. Hansılar ki hələ istifadə olunmur. Onları istəyirəm bunun içinə yığım ki səliqəli görünsün. Burada isə qızlar, sizə söz vermişdim ki yeni bir şeyi toxumağa başlayanda göstərəcəm necə edirəm bunu. İndi isə istəyirəm göstərim. Gördüyünüz kimi belə bir orqanayzer toxumaq istəyirəm. Altı belə taxtadan olacaq. Sumkalar da eynən belə toxunur. Altlıq alınır və onda belə deşiklər olur. Və bu deşikdən belə keçiririk sapı və adi formada belə toxuyuruq. Sadə birləşmədir bu. Burada heç bir başqa bir hərəkət yoxdur. Bu deşikdən salınır. Gördüyünüz kimi ilmə və hər iki ilmənin içindən sap çıxardılır. Və bütün dairə belə toxunur axıracan. Və sonunda ən axırıncı deşiyə çatanda bunu ən birinci ilmə ilə birləşdiririk. Və üstünə sap atırıq və hər ikisinin də içindən çıxardırıq. Burada isə əlimdəki krючoku dəyişmək istəyirəm. 5 milli götürmüşdüm ki, deşikləri rahat keçsin, nazik götürmüşdüm. İndi isə istəyirəm 7 milli ilə davam edim toxumağa. Toxumaq isə çox rahatdır. Necə toxuyurduqsa, eləcə də davam edirik. Sadəcə olaraq deşiklərə yox, ilmələrin altına salırıq və sapı keçirdəndən sonra belə içindən hər iki ilmədən bir də keçirdirik. Və qızlar, belə toxuyuruq, davam edirik düz bizə lazım olan hündürlüyə qədər. Bizə lazım olan hündürlük olandan sonra sapı kəsib birləşdiririk. İndi göstərəcəm necə ediriksə bunu da. Əslində çox asandır qızlar. Mən bir şeyi bilməyəndə YouTube'da videoları açıram və onlara baxıb, onlar etdiyi kimi edirəm və nə isə özümdə əlavə edirəm, nə isə istəmirəmsə əksinə götürürəm, etmirəm və beləliklə öyrənmişəm özümə və indi nələrsə toxuya bilirəm. Demirəm ki, super professionalcasına toxuyuram, amma istədiyim bir variantı toxuya bilirəm. Və mən rus dilində baxıram çoxsuna, amma deyim ki, qızlar, bəzən heç dil vacib deyil. Sadəcə o toxuyan insanların əlinə yaxşı baxsanız, bəlkə belə də öyrənə bilərsiniz. Dili başa düşməsəz də belə. Just not bring it up. Yeah, maybe I'm weak, but it's taking too long to get over you. I'm not ready to need you again.
but you fall right back. Happens just like that, and I'm not quite convinced that it won't end the same this time. Tell me, can people really get a fresh start? Should I be more careful with my heart? I'm treading carefully. Crazy how something can scar you so deep, but you fall right back. I'm not ready to need you again, unless this time we're holding on. But truth is, I don't know how to forget. So when I saw you coming, I knew I'd be swept right back up, and I didn't care. Been hiding from the truth, but it got me nowhere. 'Cause I'm not ready to need you again, but I need you again. Hal-hazırda bazar günüdür qızlar və gördüyünüz kimi meyvə tərəvəzi almışam. İndi isə istəyirəm ki, həftə üçün nələrsə bişirim. Mən işdə olanda uşaqlar da yesin və mən də işə özüm üçün aparmağa da yeməyim olsun. İndi isə istəyirəm bu süddən başlayım. Bu kənd südüdür. Bu marazelkadaydı və indi onu əritmişəm. İsti edəcəm. Biraz meyvə qabına meyvələr əlavə edəcəm və başlayıram bu qabları yuyum. Фотографироваться как обычно. Да уж придется, а то будет не видно, как мы поменялись. Да, это надо делать. Мы можем каждый раз фотографироваться, раз, два, и так. Какой творческий подход. Здесь недалеко есть отличный. Приятные сюрпризы для близких – это очень здорово. Главное, чтобы сюрприз был. Burada isə qızlar biraz qreçka bişirmək istəyirəm və biraz kartoşkadan püre etmək istəyirəm. Папа случайно включил мотор. Burada isə toyuq ətindən biraz qızartmaq istəyirəm. Bura əlavə edəcəm soğan, biber, tomat və gözəl qızardacağam. Вот так бывает, когда они падают на спину. Как-то жалко его. Не хотел бы я быть на его месте. Ой, чтобы на меня еще и охотились. Только вынести рука на улицу. Делать так. Я совсем не обращаю. Я убегал делать. Хорошо. Пока мы смотрю, потом делаем. С собой.
İndi isə istəyirəm biraz badımcan da qızardım. Потерянный динозавр. Как раз мама и котята гуляли в парке. Смотрите, что я нашел. Это динозавр Страшные глаза. Они прямо коснулись. Смотрите, куда бросает. Если я не сломаю глаза, она получается такой красивой. Я нашел клеточку. Она летала вместе с ними и другими фруктами. Ничего, полетим на следующем. Следующий самолет будет только после праздника. Значит, мы встретим Новый год не дома, без бабушки и дедушки. Это бабушка. Привет, мамуля. Привет, дорогие мои. Ну как, удобно устроились в самолете? Боюсь, что самолет улетел без нас. Обязательно что-нибудь придумаем. Burada isə lobya supu bişirirəm. Не найдем свою книгу. Ой, что это у тебя? Вот именно секретный на кухне. Вот ты сказал, что это называется растяжение. Теперь поняла? Была в диванчиках, было комфортно. Мои лапки тоже. Ну вот, а большие его лапки мы позаботились. Теперь давайте играть. Demək olar ki, yeməklərim hamısı artıq hazırdır. Və bir də istəyirəm lavaşlardan konvert şəklində bişirim və içinə istəyirəm pendir və göyərti qoyum. Ona görə indi bunu qarışdıracağım. Bu şit şordur, kənddən gələn, çox dadlıdır və indi bunları hamısını qarışdıracağım. Duz, istiot əlavə edəcəm və göstərəcəm necə konvert şəklində lavaşları bükürəmsə. Чё? Что падаешь ты? Сделала до конца. Ну, видишь. Уже математика. 3 tərəfə bölürəm lavaşları. Və bir də qızlar unutmuşdum. Bunun içinə 2 dənə də yumurta əlavə etdim. Baxır miqdarı məndə çox olduğundan 2 yumurta əlavə etdim. Amma sizdə az olsa 1 yumurta da əlavə edə bilərsiniz. İndi isə lavaşı götürürük. Lavaşın üstünə qoyuruq bizim göyərtimizi və 3 bucaq şəklində lavaşı bağlayırıq.
Beləcə qızlar çox gözəl alınır və sonradan bunu tavada yağda qızardacağam. Baxın nə qədər məndə alındı və quta porsiyonlar üçün, amma onu bişirmək istəməyənlər üçün çox tez bir variantdır. Burada isə qızlar yenə də qabaq qalıb deyənə ondan istəyirəm bir keks bişirim. Bu keks üçün 2 dənə yumurta, 300 qram balqabaq, 1 stəkan şəkər tozu. Həmişəki kimi yumurtanı şəkər tozu ilə qarışdırıb mikserlə çalırıq. Balqabağı isə qızlar gözəl chopperlə kəsirəm, püre şəklinə gətirirəm. Kim balqabağı xoşlayır və istəyir ki, keksdə bilinsin, belə etməyə də bilər, xırda-xırda doğraya da bilər. Amma mən püre kimi edəcəm ki, keksin içində bilinməsin. Bura həm vanilin, həm də qabartma tozu da əlavə edirik. Yarım stəkan bitki yağı və 2 stəkan da un əlavə edirik. Və bunları hamısını yaxşı qarışdırırıq. Balqabağı da bura əlavə edirik. Bir də yaxşı qarışdırandan sonra adi formaya tökürük və qoyuruq sobaya 180 dərəcəyə. Mən isə silikon formaya bunu qoydum və aerogrilə qoydum. Belə də etmək olar, fərq etməz. Və artıq pişdi, çox gözəl və qoxusu da çox superdir qızlar. Mən isə nəhayət ki, orqanayzerimə gəlib çatdım və indi bu hamam otağındakı şkafdakı yeni bir şeyləri, yeni məhsulları istəyirəm bura yığım ki, biz bilək bizim nəyimiz var zapasda və nə almaq lazımdır. Həm də ki, şkaf özü də çox səliqəli olacaq. Burada isə qızlar qayıdıram mətbəxə və bir dənə salat resepti ilə sizinlə də bölüşmək istəyirəm. Deməli, bura götürürük qırmızı kələm, onu belə incə nazik doğrayırıq. Konserv olunmuş bir qarğıdalını götürürük, onu da belə qaba tökürük və bir ton balığını götürürük. Konserv olunmuş, onu da bura əlavə edirik. Kələmi də bura əlavə edirik və gözəl qarışdırırıq və çox dadlı bir salat alınır. Uca bir neçə dəfə bunu düzəldirəm və bizdə qalmır, sırası yeyib qutarırlar. Mən isə nəhayət ki, bunu toxuyub bitirdim və istəyirəm sizə də göstərim ki, bunu necə bitirmək lazımdır. Toxuyanda kəsirik belə sapın ucunu və bir də toxuduğumuz kimi toxuyuruq və ucunu gizlətməyə çalışırıq ki, görünməsin. Mən isə bu orqanayzeri toxuyanda bu fırçalar üçün nəzərdə tutmuşdum və çox xoşuma gəldi qızlar. Çox gözəl görünür, estetik görünür. Siz də rəylərdə öz fikrinizi yazarsınız.
Və həmin bu sapdan qızlar bir dənə də toxudum, amma bu 4 bucaq şəklindədir. Bu da çox xoşuma gəldi. Buna isə ten paletkalarını, rumianaları, belə bir şeyləri böyük olan kosmetik vasitələrini qoymaq istəyirəm. Bunu da hamam otağında qoyacağam. Çünki buradan götürüb tez makiyaj edib qaçırıq. Və burada da biraz səliqəsizlik olmuşdu qızlar. İstədim buranı da yığışdırım və bunu qoyum. Bu orqanayzeri bura daxil edim və bəzi şeyləri buradan götürüm. Bunu isə mənə etməyə qızım kömək edir. O silir, o təmizləyir və o burada hər şeyi yerbəyer edəcək. Mən isə sizin hər birinizə təşəkkürümü bildirirəm videonu sonacan izlədiyiniz üçün. Gələn görüşlərədək abunə olmağı unutmayın.